Salamlar hər birinizə. Bu gün öyrətdiyim ikinci hissədən funksiya mövzusunun 5-ci bölməsini izah eləyəcəyik suallarını. Deməli, 5-ci bölməmiz mürəkkəb funksiyadır. Birinci sualımıza diqqət edirək. Deyir, funksiyanın qrafikinə əsasən təyin oblastını tapın. Təyin oblastı bilirik ki, x-in ala biləcəyi qiymətlər çoxluğudur. X-imiz -2-də başlayıb və 3-də qutarıb, olacaq -2, 3. Yəni A variantı. İkinci sualda qiymətlər çoxluğudur. Qiymətlər çoxluğumuz y idi. Baxırıq, diqqət edirik ki, -1-də başlayıb və 2-də qutarır. Olur B variantı. Üçüncü sualımıza baxaq. Deyir, funksiyanın təyin oblastı 3-dən başqa, yəni 3-ü qoya bilmərik. Yalnız 3-ü. A variantında 3-ü qoya bilmərik, düzdür. Amma -3-ü də qoya bilmərik. Bizə deyir ki, 3-dən başqa, yəni sadəcə 3-ü qoymaq mümkün olmasın. Bu da B variantının məxrəcimiz 0-a çevirir. Yəni, təyin oblastına maneçilik törədənlərdən biri də məxrəcin 0 olmasıdır. Dördüncü sual eyni qayda ilədir. 5-ci sualımıza baxaq. Deyir, A nöqtəsinin koordinatlarını tapın. A nöqtəsi x-in 0-a bərabər olduğu, y-in 0-a bərabər olduğu nöqtələrdir və yaxud da funksiyanın sıfırlarıdır. Funksiyanın sıfırlarını tapmaqdan ötürü ifadəni 0-a bərabər edirlər və ifadənin 0 olması üçün də sürəti 0 olmalıdır. Yəni, x kvadratı -4 bərabərdir 0. X kvadratı bərabərdir 4-ə, x də bərabərdir plus minus 2-yə. Və bizim A-mız da ki, haradadır? Sağ tərəfdədir. Sağ tərəfimiz nədir? Müsbət 2-dir. Olacaq 2, y-imizdə 0 olduğuna görə olacaq A variantı. Deməli, baxaq 6-cı suala. Deyir, funksiyanın təyin oblastını tapın. Bu ifadəmiz hər zaman müsbətdir. Yerdə qalan ifadəni x plus 5 bölünsün 4 minus x-imiz 0-dan böyük bərabər olmalıdır. Bu ifadədə x birinci gəlmədiyi üçün yerini dəyişdirməyə görə mənfiyə vururuq. Olur x plus 5 bölünsün x minus 4 və işarə dəyişik olur. Kiçikdir bərabərdir 0-a. Köklərimiz 4 və -5-dir. Kiçikdir olanı kvadrat bərabərsizlikdəki kimi arası olur. Burada -5 daxil olacaq. Sadəcə 4 daxil olmayacaq. Çünki məxrəc 0 ola bilməz. Olacaq C variantı. 7-ci suala diqqət edirək. Bizə deyir, təyin oblastını tapın. Bu ifadə hər zaman müsbətdir. Bu ifadə 0 olmalı deyil. Yəni, x kvadratı minus 4x plus 18 bərabər 0-ı həll eləsək. Diskriminant bərabərdir 16 çıxılsın. 4 vur 18. Bu da 0-dan kiçik alınır. Əgər diskriminant 0-dan kiçik alınırsa, bu tənliyin 0-a bərabər olan nöqtəsi yoxdur. Ona görə bu heç bir zaman 0-a bərabər olmur. Deməli, x-in istənilən qiymətində bu ifadənin təyin oblastı olacaq. Olacaq A variantı. Baxaq. Deməli, 8-ci sualımıza. 8-ci sualımızda cüt dərzidən kökdə bunlar 2-lər gedir. Olur y bərabərdir. Modulda modul x çıxılsın 4. Modul x-imiz çıxılsın 4 nə deməkdir? 4 vahid aşağı sürüşdürülüb. Qrafikin çəkək. Deməli, bu y, bu da x. 4 vahid aşağı sürüşdürüləndə olacaq bu şəkildə -4 və bunu təzədən modula salanda, yəni bu modulları yazanda, bunun mənfi hissəsi qalxacaq yuxarı hissəyə. Olacaq, baxın, bu şəkildə. Qrafikimiz olacaq həmin bu qara hissi ilə çəkdiyim qrafik. Bu da uyğun gələcək D variantına. 9-cu sualda eyni qayda ilədir. Baxaq 10-cu sualımıza. Deyir, funksiyanın təyin oblastını tapın. Təyin oblastı -x kvadratı plus 4x plus 12 böyük bərabər 0 olmalıdır. Mənfiyə vurur. X kvadratı minus 4x minus 12 kiçikdir bərabərdir 0. Köklərimiz olacaq 6 və -2-dir. Kiçikdir olanda arası olacaq. Yəni -2, 6 arası olacaq. Bu da olacaq A variantı. 11-ci sual eyni qayda ilədir. Baxaq 12-ci sualımıza. 12-ci sualımızda funksiyanın təyin oblastını tapın deyir. X kvadratı minus 16 böyüdür 0. Niyə böyüdür bərabərdir 0 deyil? Çünki kök 6 böyüdür bərabərdir 0 olmalıdır. Yəni 0 da ola bilər. Amma ki, məxrəcimiz 0-a çevrilə bilməz. Məxrəcə görə 0 olmaz.
X kvadrat minus 16-da köklərimiz nədir? X bərabərdir plus minus 4-dür. Və böyüdür olanda kənarlar olur. Yəni mənfi sonsuzluq mənfi 4 birləşmə 4 müsbət sonsuzluq. Bu da uyğun gələcək D variantına. Baxaq 13-cü suala. 13-cü sualda eyni bu qayda ilədir. 4 minus x kvadratı burada məxrəcdə deyil, böyüdür bərabər 0-dan, mənfiyə vurur. X kvadratı minus 4 kiçikdir bərabər 0-dan. Kökləri x bərabərdir plus minus 2-dir. Kiçikdir olanda arası olacaq. Mənfi 2, 2 arası. Bu da uyğun gələcək A variantına. 14-cü sual 12-ci sualla eynidir. 15-dəki 13-də eynidir. Baxırıq. Deməli 16-cı suala. Funksiyanın tərs funksiyası hansıdır? Funksiyanın tərsini tapmadan ötürü fx bərabərdir 3x çıx 1-dir. Bizdə x ilə y-in yerini dəyişməliyik. Yəni x bərabərdir 3fx çıx 1. Buradan 3fx bərabər olur x 1 o üstə və gizlində plus 1 olur. Fx-i də tapanda x plus 1 bölünməlidir nəyə? 3-ə. Olacaq A variantı. Deməli 16-cı sualı elədik. 17-ci sual eyni qayda ilədir. 18-ci suala baxaq. 18-ci sualda da yenə də fx bərabərdir x, bu da x plus 3. X-ların yerinə fx yazırıq. Fx-in də yerinə x. X bərabərdir bu fx, aşağıda fx plus 3. Çarpaz şəkildə vuranda olacaq fx bərabərdir x vurulsun fx plus 3x. Fx-ları bir yerə gətirək. Fx çıx x vur fx bərabərdir 3x-a. Buradan fx-in mötərizə xaricinə çıxarsaq, yerində bunun 1 qalacaq. 1 çıxılsın x bərabərdir 3x-a. Fx-i də tapanda olacaq 3x bölünsün 1 çıxılsın x. Deməli, bu da uyğun gələcək C variantına. 19-cu sualda eyni qayda ilə olacaq. Deməli, burada yazacaq onda fx-in yerinə x yazacaq. X bərabərdir 1 bölünsün fx çıx 1 üstəgəl 1. Əvvəlcə bu ifadəni tapacaq. Olacaq 1 bölünsün fx çıx 1 bərabərdir 1 keçəcək üstə x çıx 1. İndi bu tərsi belədirsə fx çıx 1 bunu tərsinə çevirəndə bu birisi tərsinə çevriləcək. Olacaq 1 bölünsün x çıx 1. Buradan fx-i tapanda 1 bölünsün x çıxılsın 1-in üzərinə 1 gələcək. Bu da deməli sadələşdirmə ilə orta məxrəcimiz x çıx 1-dir. 1 üstəgəl x çıx 1 sadələşəcək mənfi 1-nə müsbət 1 gedib x bölünsün x çıxılsın 1, yəni E variantı olacaq cavabımız. 20-ci suala baxaq. Deyək ki, funksiyanın qrafikinə görə A nöqtəsinin koordinatlarını tapın. A nöqtəsi bizim y kəsdiyi nöqtədir. Y kəsdiyi nöqtədə isə x-i 0 yazırıq. X-in yerinə 0 yazanda bu da 0 olur, bu da 0 olur. Qalır yerdə mənfi 4 bölünsün 2. Bu da uyğun gəlir mənfi 2-yə. Mənfi 2. Və x-imiz nə oldu? 0 oldu. 0 oldu mənfi 2. Bu da oldu E variantı. 21-ci sualda eyni qayda ilədir. 22-ci sualda A nöqtənin koordinatlarını tapın. Bayaqki eyni elədiyimiz qaydadır. Funksiyanın 0-a bərabərləşsiz. X kvadrat minus 9 minus x kvadrat 0-a bərabərdirsə, biri mənfi 3-dür, biri 3-dür. A-mız mənfi 3 olacaq, B-miz 3 olacaq. Mənfi 3 0 olacaq, o birisi də 3 0 olacaq. Bu da uyğun gələcək D variantına. 23-cü sual əvvəlki suallarla, burada 13-cü sual var idi, onunla eynidir. 24-cü sualda dərəcə təkdir deyə burada istənilən ola bilər, yəni E variantı. 25-ci sualda 24-dən eynidir, 26-da həmçinin, 27-də. 28-ci suala baxaq. Funksiyanın təyin oblastını tapın. Yuxarı hissəmiz bir maneçiliyi yoxdur. Aşağı hissəmizə diqqət edirik. Kök altında 5 çıxılsın modul x nə olmalıdır? 0-dan böyük olmalıdır.
və onda yazırıq 5 minus modul x böyüdür 0-dan. Mənfiyə vuracaq. Modul x çıxılsın 5 kiçikdir 0-dan. Deməli, modul x da kiçik olacaq 5-dən. Modul x-in 5-dən kiçik olması mənfi 5 ilə 5 arasında olması deməkdir. Bu da uyğun gələcək C variantına. 29-cu sual eyni qayda ilədir. 30-cu suala diqqət edirək. 30-cu sualda bu ifadə müsbət olmalıdır. Çünki cüt dərəcədəndir. Burada dərəcə yazılmayanda 2-dir. X plus 1 böyüdür bərabər 0. X də böyüdür bərabərdir mənfi 1-dən. Amma ki 1-i ala bilməz. Çünki 1 alanda məxrəc 0 olur. Mənfi 1 daxil olacaq. 1-ə kimi birləşmə 1-dən müsbət sonsuzluğa kimi. Bu da uyğun gələcək C variantına. 31-ci sual eyni qayda ilədir. Baxaq 32-ci suala mürəkkəb funksiyaya aiddir. Baxın f-in daxilində jx var. F nədir? Budur. F-dəki x-in yerinə, buradakı baxın x-in yerinə yazacaq 2x üssü 2. Yəni jx yazacaq. Baxın x-in yerinə nə yazsam? J-ni yazdım. Yəni 2x üssü 2-ni yazdım. Üstündə nə var? 3 var. Mötərizə alacağım. Üstündə 3 yazacağım. İndi kuba işlərdində olacaq 8. X-i 2 üssü 3 olanda da bunlar bir-birinə vurulur. Olur nə? 6. Bu da deməli uyğun gəlir E variantına. 33-cü sual eyni qayda ilədir. Baxaq 34-cü suala. 34-cü sualda yenə x minus 2 böyüdür bərabərdir 0-dan. X də böyüdür bərabərdir 2-dən. Bu da 0 ola bilməz. 0 onsuz da 2-dən böyüklərə daxil olmadığı üçün eləcə olacaq 2 müsbət sonsuzluq. 35-ci sual eyni qayda ilədir. Baxaq 36-cı suala. Deməli, 36-cı sualda mənfi x üstəgəl 6 böyüdür bərabərdir 0 olmalıdır. Deməli, mənfiyə vuracaq. X çıxılsın 6 kiçikdir bərabərdir 0. X də kiçikdir bərabərdir 6-dan. 1 bu olmalıdır. Bir də ki, x plus 2 böyüdür 0. Niyə bərabəri yoxdur? Məxrəc 0 ola bilməz deyə. X də böyüdür mənfi 2-dən. Mənfi 2-dən deyir, təyin oblasına daxil olan tam ədədlərin cəmi. Mənfi 2-dən böyülər. Mənfi 1, 0, 1, 2, 3, 4, 5 və 6 da daxil olduğu üçün 6. Mənfi 1 ilə 1 sıfıra çevriləcək. 2 ilə 3-ü toplayacaq 5. 5 ilə 5-i toplayacaq 10. Burada da toplayanda 10 eləyir. O da eləyir ümumilikdə 20 C variantı. 37-ci suala baxaq. 37-ci sual əvvəlki suallarla eynidir. Mürəkkəb funksiyaya aiddir. Amma yenə də həll eləyək. F-in daxilindəki x-in yerinə jx yazacaq. Baxın, nə deyirəm? F-in daxilindəki x-ların yerinə. Yazırıq onda olur, deməli, f, j, x bərabərdir. Birincidə x var. Həmin bu x-in yerinə nə yazacağım? Jx-i, yəni x kvadratını yazacağım. Bir də kosinüsün daxilində x var. Həmin o x-in yerinə nə yazacağım? X kvadratı yazacağım. Amma burada nə var? Kub var. Yazmalıyam mötərizə alıb kub. Üstünə də 5 gələm. Olur x kvadratı. Kosinüs x üstü 6 üstə gəlsin 5. Bu da uyğun gələcək D variantına. 38-ci suala baxaq. 38-ci sualda baxın f-in daxilindəki x-in yerinə, yəni 2 vurulsun. X-in yerinə nə yazsam? Jx-i. Jx nədir? 2x plus 10-dur. Üstəgəl f(x)-in ardıcan nə gəlir? Üstəgəl 2. Bu da olacaq 2 vurulsun 2 üstü x plus 20 edir. Üstünə də 2 gəndə 22. Bunun qüvvəti yazılmayanda nədir? 1-dir. Əsaslar eyni olanda qüvvətlər toplanır. X plus 1 üstə 2 üstü 2 deyirəm. 22. Bu da uyğun gəlir D variantına. 39-cu sual. Deməli, burada yazırıq ki, x plus 2 böyüdür bərabərdir 0, x böyüdür bərabərdir mənfi 2-dən və x kvadratı minus 3x fərqlidir 0-dan. Buradan x-i çıxarsıq, olur x minus 3 fərqlidir 0-dan, x1 fərqli olmalıdır 0-dan, x2 də fərqli olmalıdır 3-dən. Mənfi 2-dən böyük nədir? Mənfi 2 daxil olacaq. Mənfi 2 0-a kimi 0 daxil olmayacaq. Birləşmə 0-dan 3-ə kimi və birləşmə 3-dən müsbət sonsuzluğa. Bu da uyğun gələcək E variantına.
40-cı sual eyni qayda ilədir. Baxaq 41-ci sualımıza. 41-ci sualda deyir, x sıfırdan böyük bərabər olarsa, kvadrat funksiyasının tərs funksiyasını tapın. Yenə də y-in x-in yerində x bərabərdir y kvadratı, y də bərabərdir kök altında x və x da sıfırdan böyük bərabər olarsa deyir. Bu da uyğun gəlir B variantına. 42-ci sualda da həmçinin kub dərəcədən kubdur, 3-cü dərəcədən olacaq D variantı. 43-cü sualda da 3x nə olmalıdır? 0-dan böyük bərabər. Buradan alır ki, x böyük bərabərdir 0-dan və 3 minus x böyük bərabərdir 0-dan mənfiyə vurur. X minus 3 kiçikdir bərabər 0-dan, x də kiçikdir bərabərdir 3-dən. 3-dən kiçik bərabər və 0-dan böyük. Bu da olacaq A variantı. Deməli, 44-cü sual eyni qayda ilədir, 43 ilə eynidir. Baxaq 45-ci suala. 45-ci sualda 1 minus x kvadratı böyükdür bərabərdir 0. Həmişə bu x birinci gəlməlidir. Yerin dəyişməyə görə mənfiyə vuracaq. X kvadratı minus 1, işarə dəyişəcək burada, kiçikdir bərabərdir 0. X bərabər plus minus 1-dir. Bunu həll eləyirik də, kvadrat tənliyin köklərini tapırıq. Kiçikdir olanda nə olur? Arası olur. Mənfi 1 ilə 1 arası olur. Bu da uyğun gəlir C variantına. 46-cı sual, deməli, funksiyanın təyin oblastını tapın deyir. Bunun diskriminantı bizdə təyin oblastına magnetçilik törədən məxrəc olmasıdır. Məxrəci diskriminantı hesabında 1 çıxılsın 4 eləyir, yəni mənfi eləyir. Deməli, bu funksiya, bu tənlik sıfıra bərabər olmur. Olmadığına görə də mənfi sonsuzluq, müsbət sonsuzluq olur cavabımız. Yəni, sıfıra bərabər olmamağı o deməkdir ki, bu sıfıra bərabər ola bilmir. Yəni, bizə də nə lazımdır? Olmasın da onsuz da. Sıfıra bərabər olsa mənasız olacaq. Deməli, ola bilmirsə, istənilən qiymət ala bilər. Burada da həmçinin elə olacaq. Mənfi sonsuzluq, müsbət sonsuzluq C variantı olacaq. 48-ci sual. Funksiyanın qiymətləri çoxluğunu tapın. Diqqət yetirin, x kvadratı plus 2x plus 17-dir. İstəyir burada n bərabəri mənfi d bölünsün 4 ilə n-ni hesablayarsınız. Və yaxud da bunu x çıxılsın m-in kvadratı üstəyil n-ə gətirərik. Bu necə gətiriləcək? X kvadratı plus 2x nəyin açışıdır? X minus 1-in mötərizə kvadratının açışıdır. Açışında nə olur? X kvadratı çıx 2x plus 1. Bizdə 17-dir. 1-in ayırdım, yerdə nə qaldı? 16. Deməli, çöldə qalan n-dır. Bizim n-imiz neçədir? 16-dır. İndi cavab 16 olmayacaq. Kök altında 16 olacaq. Bu da neçə eləyəcək? 4. Olacaq 4 müsbət sonsuzluq E variantı. 49-cu sual eyni qayda ilədir. Baxaq 50-ci sualımıza 3x çıxılsın, modulda x funksiyasının qrafikini göstərin deyir. Burada modul olduğu üçün 2 dənə funksiyanı ayrı-ayrı çəkə bilmərik. Burada x-a şərt verməliyik. Yəni, y bərabərdir 3x çıxılsın modul x-dir və deyirik x sıfırdan böyük bərabərdir. Onda y bərabərdir 3x çıx x, yəni olduğu kimi çıxacaq, olacaq 2x. Deməli, x sıfırdan b olanda 2x kimi özünü aparacaq. Yəni, 1-i verəndə 2 alınacaq. Bu da deməli, bu hissəsi uyğun gəlir. B variantı məsələn uyğun gəlmir. 1 verəndə 1 alınmır. 1 verəndə 3 alınmır. D variantı uyğun gəlmir. C variantı uyğun gəlmir. E də uyğun gəlmir. Cavab A olmağına A olacaq. Baxaq ikinci hissəsinə hələ. Y bərabərdir 3x. Bu səfər də x sıfırdan kiçik yerək. Bu onda nə çıxmalıdır? Mənfi x çıxmalıdır. Mənfi mənfiyə dəyib nə olacaq? Müsbət x olacaq 4x. Yəni, ikinci hissə isə, yəni hansı ki x mənfidə olacaq da, yəni sol tərəf hissəmiz nə olmalıdır? 4x-in qrafiki, yəni mənfi 1-i verəndə mənfi 4 alınır. Bu da uyğun gəlir A variantına. 51-ci sual eyni qayda ilədir. 52-ci sualımızda deməli, sıfırdan böyük bərabər olmalıdır. Mənfi 2-miz daxil olacaq, 1 daxil olmayacaq. Bunun kökləri nədir? Mənfi 2 ilə 1-dir. Amma 1-i ala bilməz. Çünki məxrəc 0 olur. Burada da böyükdür 0-ın həlli nə olur? Kənarlar olur. Yəni, mənfi sonsuzluqdan mənfi 2-yə kimi birləşmə B variantında problem nədir? 1 daxil olmalıdır. 1 daxil olmayacaq. Bu da uyğun gələcək E variantına. 53-cü sual eyni qayda ilədir. Yəni, bunun köklərini tapırsınız. Bunun kökləri nədir? Mənfi 3, bunda da mənfi 1-dir. Deməli, böyükdür olanda 0 kvadrat bərabər c-də nə olur? Kənarlar olur da. Mənfi sonsuzluq, mənfi 3, mənfi 3 daxil olacaq. Amma mənfi 1 daxil olmayacaq. Bu da olacaq A variantı. 54-cü suala baxaq. Deyir, olarsa fx funksiyasını tapın.
İndi f 3x bərabərdir 7x plus 2 olarsa fx. Bax, burada x-in yerinə biz nə yazmalıyıq ki, fx yaransın? X bölünsün 3. Niyə görə? F 3x-dir. X-in yerinə mən yazsam ki, x böl 3. 3-dən ixtisar gedir, nə qalar? Fx qalar. Bizdən də fx istəyir. Onda fx bərabər olacaq. Bax, bunun açılışını yazsam. 3x idi. 3 vurulsun. X-in yerinə nə qoyuram? X böl 3. Baxın, x-in yerinə nə qoydum? X böl 3. Onda harda x var? Burada x var. Onun yerinə x böl 3 yazsam. 7 vurulsun. X böl 3. Üstə gəlsin 2. Bu da eləyəcək. 3-də 7x plus 2. Bu da olacaq C variantı. Məsələn, 55-də 5x-i x eləməliyik. Olacaq nə? 5 vurulsun. X böl 5 yazmalıyam ki, 5-lər geçsin, x qalsın. X-in yerinə nə yazacağım? X böl 5. X böl 5-i 3-ə vuranda 3x böl 5 üstə gəlir necə? 4. Bu da uyğun gələcək B variantına. 56-cı suala baxaq. A-nın həqiqi ədədinin hansı qiymətlərində funksiyası istənilən x üçün təyin olunub? Deməli, A həqiqi ədədinin hansı qiymətində? Aha, diqqət edirək. Yuxarı hissəmizdə burada dəyişən yoxdur. Yəni, maneçilik törətməyəcək. Sadəcə yazmalıyıq ki, 1 minus A böyüdür bərabərdir 0-dan, mənfiyə vuranda A minus 1 kiçik bərabərdir 0-dan, A da kiçik bərabərdir 1-dən olmalıdır. Kökə görə. Amma ki, dəyişənə görə, yəni funksiyanın istənilən x üçün təyin olunması üçün burada yuxarıda bir problem yoxdur. Yəni, kök altında dəyişən olsun. Yəni, ən çox problem yaradan orada. Amma burada məxrəc 0-a bərabər olma şərti olmalı deyil. Yəni, x kvadrat plus ax plus 1 bərabərdir 0-da. Diskriminant 0-dan kiçik olmalıdır ki, bu tənlik həll oluna bilməsin. Yəni ki, kökləri olmasın, həqiqi kökləri olmasın. Diskriminant nə idi? B kvadrat minus 4ac idi. İndi b-mizin yerinə nə durur? A-dır. Olur a kvadratı minus 4 vurulsun. A-mız 1-dir. Buradakı a. Söhbət x kvadratı əmsalından gedir. Buradakı a-dan gedmir. 4 vurulsun 1. Vurulsun c-miz də 1-dir. Bu nə olmalıdır? Kiçikdir 0. A kvadratı minus 4 kiçikdir 0. A bərabərdir plus minus 2-dir. Kökləri budur. Kiçikdir olanda nə olur? Arası mənfi 2, 2 arası olur. A əgər 1-dən kiçikdirsə, olacaq nə? 1, 0, mənfi 1. Bizə deyir, A həqiqətən hansı qiymətlərində? Bizdəki, yəni, bu qiymətləri olacaq. Yəni, belə deyək də, indi, mənfi 2-dən nədir? Mənfi 2-dən 2-yə kimi deyir. Bunu ədəd oxunda belə qeyd edə bilərik. Deməli, mənfi 2, 2 arasını ştrixləyirik. Bizdə də nədir? A 1-dən kiçiklər. 1-dən kiçiklər. 1 daxildir amma. 1-dən kiçiklər. Kəsişən hissə nə oldu? Mənfi 2 daxil olmayacaq. 1 daxil olacaq. Bu da olacaq B variantı. 57-ci suala baxaq. Funksiyanın qiymətlər çoxluğunu tapın. Deməli, mənfi x kvadratı plus x plus 2-dir. Bunun n-ini tapmalıyıq. N də mənfi d bölünsün 4a-dır. Deməli, diskriminant bərabərdir. B kvadratı minus 4ac. Yazırıq onda. B-mizin yerində 1 durub. 1 kvadratı minus 4 vurulsun. A-mız bizim mənfi 1-dir. Baxın, burada yazılmayanda mənfi 1-dir. Vurulsun 2. Bu da olacaq 1 üstə gəlsin 8. Olacaq 9. Üstlərdə qoyuruq yerinə mənfi 9 bölünsün 4 vur mənfi 1. Yəni mənfi 4. Bu da eləyir 4-də 9. İndi bu kök altında olduğuna görə 4-də 9-dan nə çıxır? 2-də 3. Kök altının bu indi x kvadratın əmsalı nədir? Mənfi 1-dir. Deməli, bu ifadə nədir? Ən böyüsü var. Ən böyüsü 2-də 3-dür. Ən kiçiyi də kök altının nə olur? 0 olacaq. Bu da uyğun gələcək C variantına. 58 eyni qayda ilandır. 59-cu sual. Deyir, şərtini ödəyən fx funksiyası üçün f0 və 2f4 fərqini tapın. f0 indi diqqət edirək. Burada x-in yerinə əgər 2 qoysu, olacaq f 2 qoyanda 2-ni 2-yə vuracaq nə olacaq? 4 olacaq. f4 bərabərdir 5 vurulsun. f2 qoydum da yerinə. 2-nin kvadratı nə edəcək? Yenə f4 edəcək. Çıxılsın 8. Sadələşdirək. 5f4-dən bir dənə f4 çıxanda nə qədər? 4 f4. Bu 8 də ötəyə keçir, müsbətləşir. f4 bərabər olur nəyə? f4 bərabər olur 2-yə. Bizdə indi f0-ı tapmaq istəyirik. X-in yerinə 0 qoyacaq. f0 bərabərdir 5
f0 minus 8. Bu da olacaq 4f0 bərabərdir 8-ə, f0 da bərabərdir 2-yə. İndi yazırıq yerinə 2 çıxılsın, 2 vurulsun 2. Bu da olacaq 2 çıxılsın 4, bu da deyəcək -2 E variantı. Sonra 60-cı suala baxaq. Deməli, 60-cı sualda belədir ki, Jx-la fx-i verib, deyir ki, fx-in daxilinə Jx qoy. Fx-in daxilinə Jx-i qoyanda olur 3 vurulsun, x-in yerinə nə yazacağım? Bu ifadəni yazacağım. Yəni 2x minus 1 yazacağım. Ardınca nə gəlir? Plus 2. Yenə baxın nə oldu? 3x plus 2 oldu. İndi yazır 3 vurulsun, 3'ü 2x vuran nə edir? 6x çıxılsın 3, üstə gəl 2. Olacaq 6x çıx 1. İndi J-nin daxilində nə qoymalıyıq? 2 qoymalıyıq x-in yerinə. Olacaq 6 vur 2 çıx 1. O da eləyəcək 11 C variantı. Əgər bunun bir halını da yoxlayaq, J-nin daxilində 2-ni qoysaydıq, olacaqdı bura neçə? 2 vur 2 4, 4-dən də 1 çıxanda 3 olacaqdı. Deməli, burada x-in yerinə nə qoyacaq? 3 qoyacaq. 3 vur 3, üstə gəl 2, o da eləyəcək 11. Yəni bunu da eləmək olar, bu yolunda istifadə eləmək olar. Burada yəqin ki fx-dir, f-dir daha doğrusu. İndi J-nin daxilində -2-ni qoyuram. -2-ni qoyanda burada nə edir? -4 üstə gəl 3. Bu nə edir? -1. İndi burada da -1-i qoyanda arx kosinus -1-i nə zaman alır? Pi-də alır. Bu da uyğun gəlir E variantına. 62-ci suala baxaq. 62-ci sualda funksiyanın təyin oblastını tapın deyir. Bu ifadəmiz nə olmalıdır? Müsbət olmalıdır. Yəni 3 minus x deməli, vurulsun kök altında x minus 3 böyük bərabərdir 0-dan. Çünki dərəcə burada yazılmayanda 2-dir və kök altı ifadə nə olmalıdır? Müsbət olmalıdır. İndi bu kök altı cüt dərəcədir, hər zaman müsbətdir. Onda yazmalıyıq 3 minus x böyük bərabər 0, mənfiyə vurur x minus 3 2 bərabər 0, x də 2 bərabərdir 3-dən. Biri bu alınır, bir də burada da kök var. Buradakı x minus 3 nə olmalıdır? 0-dan böyük bərabər, x də 3-dən böyük bərabər. Burada da deyir ya 3-dən kiçik bərabər olsun, ya da böyük bərabər. Bunu ödəyən bir dənə nədir? Bir dənə üstü. Yəni olacaq C variantı. 63-ə baxaq. 63-də baxın, diqqət edirin. X minus 3 böyük bərabər 0. 3 minus x böyük bərabər 0. Burada mənfiyə vuranda nə olur? X minus 3 kiçik bərabər 0. Bir tərəfdən deyir böyük olsun, bir tərəfdən deyir kiçik olsun. Bunu ödəyən bir dənədir? 3-dür. Bu da uyğun gələcək E variantına. 64 də eyni qayda ilə sadəcə 2 olacaq. Olacaq A variantı. 65-ci suala baxaq. Deyir funksiyanın təyin oblastını tapın. Bu ifadə hər zaman müsbətdir. Bu ifadə müsbət olmalıdır. Yəni 25 minus x kvadratı böyüdür 0-dan. Çünki məxrəcdə 0 ola bilməz. Mənfiyə vurur. X kvadratı minus 25 kiçikdir 0-dan. Kökləri plus minus 5 olur. Kiçikdir olanda arası olacaq. -5 ilə 5 arası olacaq. Bu da uyğun gələcək A variantına. Yəni buna baxmaya ehtiyac yoxdur. Bu hər zaman müsbətdir. 66 eyni qayda ilədir. Baxaq 67-ci suala. Deyir funksiyasının qiymətlər çoxluğunu tapın. Bu ifadə ümumiyyətlə belədir ki, əgər x böl 2 üstə gəlsin 3 böl x-in kvadratını açsaq, bu olacaq nə? Birincinin kvadratı olacaq x kvadratı böl 4. Həm x kvadrata yüksəldiləcək, həm də 2. Sonra sonuncusu nə olacaq? 3-ün kvadratı 9 böl x kvadrat. Bir də ortada duran hədd nə olur? 2 abi. Yəni 2 vurulsun x böl 2 vurulsun 3 böl x. Bunlar ixtisar gedir. 2-lər də ixtisar gedir. Olur 3. Deməli, bu ifadədə çatışmayan nədir? 3-dür. Əgər plus 3 yazsam ki, x böl 2 üstə gəlsin 3 böl x kvadratı. Bu plus 3 olsa açılış olur. İndi o 3 yaranacağına görə 3-ü çıxıram ki, mənə maneçilik törətməsin. İndi bu ifadədə bizdə ən böyük, ən kiçik qiymətini tapmalıyıq. Yadınızda qalsın ki, A üstə gəlib B böyük bərabərdir 2 kök altında AB-dən buna qoşu bərabərsizliyi deyilir. İndi burada da yazsaq ki, x böl 2 üstə gəlsin 3 böl x böyük bərabərdir 2 vurulsun kök altında x böl 2 vurulsun 3 böl x. Bunları sadələşdirsə olur 2 kökdə 6. 2 kökdə 6. Bu 2 salınır kökün altına olur 4 vur 6, yəni 24. 24-dən təqribi olaraq nə çıxır?
24-dən təqribi olaraq 4 tam məsələn 14 çıxır. 4 tam 13-dən böyük nə qədər olacaq? 5 olacaq. Bizdə indi bu ifadə nə oldu? Deməli, daha doğrusu burada 6 yox, çünki 3 bölünəcək 2-yə. 3 böl 2. Bunu da kökün altına salanda bu vurulacaq. Olacaq 4 vurulsun. 2-də 3. İxtisar eləyəcək. Olacaq kök altında 6. Kök altında 6-dan təqribən 2 tam 14 deyək də. 2 tam 14 çıxırsa böyüsü nə olacaq? 3 olacaq. Aparıb yerinə yazsa 3-ün kvadratı minus 3. Bu da eləyəcək 6. Bunu digər bir həlli elə birbaşa koşu bərabərsini tətbiq eləsək. Yəni x kvadratı böl 4 üstəyənsin 9 böl x kvadratı böyüdür bərabər 2 vurulsun. Kök altına x kvadratı böl 4 üstəl yox, daha doğrusu vur. 9 böl x kvadrat. X kvadratlar gedir. Buradan çıxır 2 vurulsun. 4-də 9-dan nə çıxır? 2-də 3 çıxır. Bunlar da ixtisar gedir 3. 3-dən böyük bərabər elə olacaq. Bu da D variantı. Burada biz deməli onu da qeyd eləyək ki, bayaqlar 3 götürdük. Orada itir də, yəni ki, kök altına 6-nı götürürük. Kök altına 6-nın kvadratı nə edir? 6. 6-dan 3 çıxanda 3 edir. Yəni bu birisi yolla dolayı salınır. Amma bayaqlar dediyim axırıncı yolla isə birbaşa alınır. Burada da məsələn tətbiq eləyək. Olur 2 vurulsun kök altında x kvadratı böl 9 vurulsun 1 bölünsün 4x kvadrat. Bunlar ixtisar gedir. Olur 2 vurulsun 36-da 1 eləyir də. 36-da 1-dən nə çıxır? 6-da 1. Bunu da 2-yə vuranda nə eləyir? İxtisar gedir 3-də 1. Olacaq 3-də 1 müsbət sonsuzluq C variantı. 69-cu suala baxaq. Deyir, qrafiki nöqtəsindən keçən. Yəni, x-in yerinə mənfi 2 qoyuruq. Kvadratı nə eləyir? 4. Çıxılsın 2 plus 17. Bərabərdir. Bunun yerinə 5 qoyanda kvadrata yüksəlməliyik. Dərəcə çünki 2-dir. Bərabərdir 25. Olur, mənfi 2 üstəyəl 21 bərabərdir 25-ə. Mənfi 2 bərabərdir 4-ə. M də bərabərdir mənfi 2-yə. Deyək ki, qiymətlər çoxluğunu tapın. Mənfi 2-ni tapdı. Oldu x kvadratı minus 2x plus 17. Bayaqları yazdıq. X çıxılsın 1-in kvadratının açılışıdır bu hissəsi. Burada 1 olmalıdır ki, gərək açılış olsun. Yəni bu formada olmalıdır ki, gərək açılış olsun. Plus 16 yazıram ki, 17 eləsin. Plus 16. Bu da kökün altında olduğuna görə kök altında 16-dan nə çıxır? 4 çıxır. Olur. 4 müsbət sonsuzluq. Çünki x kvadratının əmsalı müsbətdir. Müsbət sonsuzluğa doğru gedir. 70-ci sualda eyni qayda ilədir. Baxaq 71-ci suala. Deməli, 71-ci sualda deyir ki, şəkildə qırıq-qırıq xətlərlə fx funksiyasının qrafiki, bütöv xətlə isə gx funksiyasının qrafiki verilmişdir. Hər iki funksiya mənfi 3, 5 parçasında təyin edilmiş kəsilməz funksiyadırsa, fx böyüdür gx bərabərsinin tam həllərinin cəmini tapın. Deməli, fx-in gx-dən böyük olduğu hissə nə deməkdir? Y-lərdə də, düzdür? Hansı hissədə böyük olub ümumiyyətlə? Baxaq, yəni yuxarıda olub. Mənfi 3-dən belə deyək də, mənfi 3-dən mənfi 1,5-ə kimi mənfi 1,5-də bərabərlik yaranır. Bizə deyir, böyük olsun. Mənfi 1,5-i götürmürük. Burada bərabər yəni. Ondan sonra artıq 6-a keçib. Nə olub? Gx böyük olub. Ona görə də mənfi 1,5 2 arasında kiçikdirdi. Sonra yenə böyük olduğu hissə nədir? Yuxarıda qaldığı hissəni götürürük də. Birləşsin. 2-də bərabərlikdir. Bizə bərabərlik lazımdır. Baxın, burada bərabərlik olsaydı götürərdik 2-ni. 2-ni ona görə götürmürük ki, bərabərlik yoxdur. 2-dən ta hara kimi? 5-ə kimi. 2-dən 5-ə kimi 5 daxil olacaq. Çünki 5-də də nə olub? Böyük olub. İndi bunun ödəyən nədir? Bərabərsinin tam həllərinin cəmi. Mənfi 3, mənfi 2, mənfi 1, tam onda 5-də mənfi 1 düşməyəcək bura. Ondan sonra bu aralığı dedik. Burada indi olan nə olacaq? 3, 4, 5. Mənfi 3 ilə müsbət 3 gedir. Bu eləyəcək 9. Bu birisi də mənfi 2 eləyir. Bu da uyğun gəlir. Deməli, bircə dəqiqə 7 olur da, bəli. Bu 9 edir. Bu da mənfi 2 olacaq 7. Yəni ki, B variantı. 72 eyni qayda ilədir. Baxa 73-ə. Deyir, fx olarsa funksiyasının təyin oblasını tapın. Yəni ki, f içərisində fx o deməkdir ki,
buradakı x-in yerinə yenə opşi bunu qoyursan. Yəni 1 çıxılsın, həmin bu x-in yerinə nə yazacağam? X-in yerinə yazacağam, kök altında 1 minus x. Ona görə də bu ifadə nə olmalıdır? Sıfırdan böyük bərabər olmalıdır. 1 minus, kök altında 1 minus x böyük bərabərdir sıfırdan. Mənfiyə vururuq. 1 minus x çıxılsın 1, kiçikdir bərabərdir sıfırdan. Kök altında 1 minus x da kiçikdir bərabərdir 1-dən. Bunun da 1-dən kiçik bərabər olması üçün 1 minus x kiçikdir bərabərdir 1 olmalıdır. Bunun da mənfiyə vuranda x çıx 1 böyükdir bərabərdir mənfi 1-dən. X də böyükdir bərabərdir sıfırdan olmalıdır. İndi bu sıfırdan böyük olanda bir tərəfdən də diqqət edərək ki, bu ifadə də müsbət olmalıdır. Çünki kökün altındadır. 1 minus x böyükdir bərabərdir 0. Mənfiyə vurur x minus 1 kiçikdir bərabərdir 0. X də kiçikdir bərabər nəydən? 1-dən. 1-dən kiçik bərabər və 0-dan böyük. İndi bu da nə olacaq? C variantı. 0, 1 parçası. Baxaq 74-cü suala. Deyir ki, fx funksiyasının qrafiki olan düz xətt apsis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirib, ordinat oxunu 0,6 nöqtəsində kəsir. Fx funksiyasının tərs funksiyası gx olarsa hesablayın. İndi diqqət edirək, bu funksiyanı təyin eləyək. Bu bizim b-imizdir, xətti funksiyadır. Y bərabərdir kx plus b-dir. K bərabərdir tangens fiyə, yəni tangens 135 dərəcə. Tangens 135 dərəcədən mənfi 1-dir. Olacaq y bərabərdir mənfi x plus 6. Deyir funksiyanın tərs funksiyası gx olsa. İndi yerini dəyişir. X bərabərdir mənfi y plus 6. Burada da mənfi y bərabər olur x çıx 6. Mənfiyə də vuranda y bərabər olur 6 çıx x-a. Deməli, bu funksiyanın tərsi 6 çıx x-dir. İndi deyir gx olarsa bizim fx-imiz nə oldu? Fx-imiz oldu bu funksiya. Bu oldu bizim fx-imiz. Deyir f j2-ni. J2-ni tapırıq əvvəlcə. Bu nə qədər eləcək? X-in yerinə 2 qoyacaq. Bu eləcək 4. İndi harada qoyacaq yerinə? Burada qoyacaq yerinə. X-in yerinə 4 qoyacaq. O zaman mənfi 4 üstə gəl 6. Bu da eləyəcək 2. Olacaq doğru cavabımız B variantı. 75-ci suala baxaq. Deyir ki, fx funksiyasının təyin oblastı mənfi 2, 6 yarım interval. Gx funksiyasının təyin oblastı mənfi 5, 3 olarsa fx üstə gəlir gx funksiyasının təyin oblastına daxil olan tam ədədlərin cəmini tap. Deməli, burada təyin oblastının ədəd oxunda qeyd eləyək. Mənfi 2-dən 6-ya kimi. Mənfi 2, bu da 6. Və gx-i də başqa bir rəylə, qırmızı ilə qeyd eləyək. Mənfi 5-dən 3-ə kimi. Mənfi 5 və 3-ə kimi. Bunu da iştirixləyək. Bizim kəsişdiyimiz hissə nədir? Yəni, ortaq hissəmiz mənfi 2 ilə 3 parçasıdır. İndi niyə görə bunu kəsişdirdik? Çünki bu da bir funksiyadır. Bu da bir funksiyadır. Məsələn, burada yazsaydım ki, məsələn, kök altında x minus 2. Burada da yazsaydım, məsələn, kök altında 3 minus 4x. Üstə gəlsin. Bu da funksiyadır, bu da funksiyadır. Yəni, həm bunu da ödəməlidir, həm bunu da ödəməlidir. Ona görə də hər ikisini ödəyən ortaq tapılmalıdır. Bunun da ortağı mənfi 2 ilə 3-dür. Bizə deyir, tam ədədlərin cəmi mənfi 2, mənfi 1, 1, 0 da olacaq da təbii olaraq. 0, 1, 2, 3. Ümumiyyətlə, mənfi 2-dən 2-yə kimi neytrallaşdırır, yəni sıfıra çevrilir. Bir dənə qalır nə? Bir dənə qalır 3. 76-cı sual da eyni qayda ilə həll olunacaq. Baxaq 77-ci suala. Deyir, AB aralığında təyin olmuş qrafiki verilmiş funksiyanın hansısının həmin aralıqda tərsi yoxdur. Deməli, 77-ci sualda diqqət etdirməliyik ki, bu funksiyanın tərsinin olması üçün ümumiyyətlə qayda nədir? Funksiyanın tərsi olması üçün birinci inyektiv olmalıdır. İnyektiv nə deməkdir? Yəni ki, burada məsəl üçün y bərabərdir 2x minus 3 deyirik. X-a məsələn, mənfi 1 verəndə neçə alırıq? Və yaxud da 2 deyək. 2 verəndə neçə alırıq? 1 alırıq da, düzdür, y 1 alırıq. Mənfi 2 verəndə neçə alırıq? Mənfi 2 verəndə
y -7. Y olur -7. Amma y bərabərdir x kvadratında isə 2 verəndə 4 alınır. -2 verəndə də 4 alınır. Yəni bu kimi proseslərdə onda funksiyanın tərsinə maneçilik törədir. Və onu da qeyd eləyək ki, yəni ki, bu funksiyada x ilə y-in yeri dəyişəndə bunu məsələn, bunu tərsinə çevirəndə yenə məsələn x ilə y-in yerini dəyişək. Neçə nöqtədə kəsilmiş olacaq? Bir dənə nöqtədə kəsilmiş olacaq. Burada da məsəl üçün x ilə y-in yerini dəyişək. Burada da x-in neçə nöqtədə kəsib? Bir dənə nöqtədə kəsib. Bizdə funksiya olması üçün ümumiyyətlə şərt nədir? Bir dənə nöqtədə kəsməlidir. X-i, y-i bir dənə nöqtədə kəsməlidir. Və indi ona da diqqət yetiririk ki, x-in istənilən qiymətində y-in uyğun qiyməti olmalıdır. Funksiyanın əsas şərtləri nədir? X-in istənilən qiyməti y-in bir qiymətə uyğun gəlsin. Buna dedik. İkincisi də ki, hər bir qiymətinə uyğun bir cavab olmalıdır. Yəni kəsilməz olmalıdır. İndi burada diqqət yetirsək, burada x, bura y yazsa, y-i neçə nöqtədə kəsəcək? Burada. Yəni bu funksiyanın tərsində y-i 2 nöqtədə kəsdiyi üçün bu funksiyanın tərsi olmayacaq. Olacaq cavabımız 2. 78-ci suala baxaq. F2-ni deyir. F2-ni tapanda yazacaq yerinə 3 vurulsun. 2-nin kvadratı nə edəcək? 4. Bu eləyəcək 12. Aparıb yazacaq x-in yerinə 12. 4 vurulsun 12 çıx 1. Bu da eləyəcək 47. 79-cu sual eyni qayda ilədir. 80-ci suala baxaq. Funksiyanın ən böyük qiymətini tapın. Bunun ən kiçik qiyməti tapılacaq. Ən kiçik qiymətini tapmağın da n bərabərdir. -d bölünsün 4a-dır. Diskriminantımız olacaq 1 çıxılsın 8. Yəni -7. N bərabər olacaq. -7 bölünsün 4. Bu da eləyəcək 4-də 7. 4-də 7 nə deməkdir? 1/175 deməkdir. Demək, 5/6 bölünsün 1/175. Bunu 100-ə vurarıq. Olar 560 bölünsün 175. Bunu da deməli, ixtisar aparmaq olar da. İxtisar aparsaq 5-ə. Eləyəcək 112. Bunu da 5-ə aparanda 35. 35-ə bölünəndə bizcə dəqiqə bunun 7-yə aparmaq olar da. Bəli, bu 5 eləyəcək. Bu da eləyəcək 16. 16 bölünsün 5. Bu da eləyəcək 3/2. Olacaq cavabımız 3/2. 81-ci sualda eyni qayda ilədir. 82-ci suala bax. Funksiyanın ən böyük qiyməti. Modulun ən kiçik qiyməti nədir? 0-dır. 0-ın üstünə 5 gəlir, eləyir 5. 20 böl 5 eləyir neçə? 4. Bu da eləyəcək 4 cavabımız. 83-cü sual eyni qayda ilədir. 84-cü suala baxaq. Deyir ki, f gx bərabərdir g fx olar. İndi diqqət yetirək. F gx nə deməkdir? 2 x-in yerinə nə yazacağam? bx plus 6 yazacağam. Üstünə də buradakı b-ni gələcəm. Bu olacaq f gx-imiz. G fx-imiz nə deməkdir? B x-in yerinə nə yazacağam? 2x plus b üstə gəlsin 6. İndi diqqət edirək. Bunu vurub atsaq 2bx plus 12 üstə gəl b. Yenə də burada 2bx üstə gəl b kvadratı plus 6 bir dəqiqə plus b kvadratı plus 6. Aha. 2bx-ları aparırıq kənara. Hər iki tərəfdə var deyə atırıq. Olur b kvadratı. Bu b keçir o tərəfə çıx b. Bu 12 keçir o tərəfə -12 olur. 6-dan 12 çıxanda edir -6. Bərabərdir 0. Bunun kökləri nədir? 3 və -2-dir. Bizə b-nin hansı müsbət qiymətində deyir? Bu da olacaq 3 qiymətində. 85-ci sual eyni qayda ilədir. 86-ya baxaq. Deyir, qrafiki verilmiş fx funksiyasının tərs funksiyası olan gx funksiyası üçün g k-2 bərabərdir 0 olarsa k-nı tapın. Deməli, burada diqqət edirək. Fx ilə gx tərsdir. Yəni bunun təyin oblasıdır, onun qiymətləri oblasıdır. Onun qiymətləri oblasıdır, bunun təyin oblasıdır. Yəni belə deyək də f 3-də nə olub? Bu y burada 0-da 3
Yazaq bunu 3, 0 nöqtəsidir. Bu da 0, 7 nöqtəsidir. F3-də 0 olub. Deməli, J0 da nə olur? 3 olur. Sonra F0-da 7 olub. Baxın, x-in yerinə 0 qoyanda 7 alınıb. Deməli, J7-də nə olacaq? 0 olacaq. Deməli, bunun yerində nə olmalıdır? 7. K-2 bərabər olacaq 7-yə. K da bərabər olacaq 9-a. Olacaq cavabımız 9. Həmçinin də, deməli, 87 də eyni qayda ilə olacaq. 5-ə bərabər eləyəndə K bərabər olacaq 8-ə. 88-ci suala baxaq. Bakıdan digər ölkələrin müxtəlif şəhərlərinə gedən avtobuslarda qiymət cəvləri tam bilet, uşaq bileti və bagaj haqqı üçün müəyyən funksional asılılıq şəklində təyin edilir. Deyir, uşaq biletinin qiymətinin tam biletdən asılılığı fx bərabərdir 2/1x şəklində, bagaj haqqı isə uşaq biletindən, deməli, uşaq biletinin qiymətinin tam biletdən asılılığı və bagaj haqqının isə uşaq biletindən. Deyir, Bakı-İstanbul istiqamətində bagaj haqqı 10 AZN olarsa, tam biletin qiymətini hesab. Burada deməli, sonuncuda bagaj haqqı 10 manatdır. Yəni ki, 10-a bərabərdir. 5/1x bərabərdir 10-a. X bərabərdir nəyə? 50-yə. Çünki 10-u 5/1-ə böləndə onu nəyə vururlar? 5-ə vururlar. X bərabərdir 50. Və digər tərəfdən də 2/1x bərabərdir yenə 50. X də bərabərdir 50/2/1. Yəni 50 vur 2 olacaq 100. Mərhələ-mərhələdə yəni ki. 89 da eyni qayda ilə həll olunacaq. Deyir, bagaj haqqı 4-dür. 5/1x-i 4-ə bərabərləyəndə, yəni x-in yerinə nə olmalıdır ki, 4 olsun? 20 olmalıdır. Burada da ki, x-in yerinə gələk 40 olsun ki, 42-də 1-ə vuranda nə eləsin? 20 eləsin. Baxırıq 90-cı suala. Deyir, gx funksiyası fx funksiyasının tərsi olarsa. Baxın, tərsidir. Bayaqları dediyimizdir. F0 deməli, nə deməkdir? X-in yerinə 0 qoyanda. X-in yerinə 0 qoyanda nə alınıb? 3 alınıb. 3 alınır. Deməli, J3 bərabər nəyə? 0-a. J0 deyir. J0 o deməkdir ki, indi burada baxın, diqqət edirin. Belə deyəcək da, F4 bərabərdir nəyə? 5-ə. J5 bərabərdir 4-ə. Yerlərini dəyişdiririk. X-in yerini dəyişdiririk. Burada necə dəyişdirdiksə, orada da eyni qayda ilə. Deməli, bunları yazdıq. Sonra F4-ü yazdıq. F5 bərabər nəyə? 6-ya. J6 bərabərdir 5-ə. İndi bizdə F0 və J0 deyir. Burada bu 3 nöqtəsi nədir? 0, 3 nöqtəsidir, düzdür? 0, 3 nöqtəsidir. Və bura nə nöqtəsidir? Deməli, bu nöqtəni də yazırıq. -3, 0 olur. F-3 bərabər 0. J0 da bərabərdir -3-ə. İndi qoyuruq yerinə. Yerinə qoyanda F0-ımız nədir? 3-dür. J0-ımız nədir? -3. Üstəyə J5-imiz neçə oldu? 4. Bu da eləyəcək 4. Baxaq 91-ci suala. Deyir ki, fx bərabərdir x plus 1 və fx minus 1 üstəgəl 1 olduğunu bilək. Deyir ki, f1-i tapın. İndi burada diqqət edirək ki, mərhələ-mərhələ tapılmalıdır. Yəni ki, birinci burada 0-ı qoysuq, x-in yerinə 0 qoysuq. Olacaq f0 bərabərdir. Bura olacaq nə? 1. Burada bizə f1 lazımdır. Və yaxud da x-in yerinə 1 qoyaq, uşaqlar. Onda f0 -1 məsələsi var da. Çünki burada 0 qoyanda f-1 alınır. İndi yazaq, belə yazaq ki, f2 bərabərdir. Bura eləyəcək neçə? F1 daha doğrusu. F1 bərabərdir. 1 qoyanda 1 üstə gəlir 1, 2 edir. 2 vurulsun. F0 üstə gəlir 1. Aha. Olduğunu bilək. F1-i hesablayın.
Burada indi f-1-i tapmaq istəsək, çox rahat tapacaq. Niyə görə? Çünki -1-i qoyanda bura 0 eləyir, bu 0 olur. Demək f-1 olur nə? 1. f0. Baxın mərhələ ilə f0-ı tapanda x-in yerinə 0 qoyacaq. Bura olacaq 1. 1 vurulsun f-1 üstəgəl 1. f-1 nə idi? 1 idi də, düzdür, bayaqları tapdıq. 1 vur 1 üstəgəl 1. Bu da eləyir 2. f0-ımız 2-dir, qoyuruq yerinə 2 vur 2 üstəgəl 1. Bu da olur 5. Eyni qayda ilə 92 həll olunur. 93-ə baxaq, funksiyasının təyin oblasına daxil olmayan ən böyük və ən kiçik tam qiymətlərə cəmini tapın. Deməli, funksiyanın təyin oblasına daxil olmayan dedikdə, burada diskriminant nə eləyir? Diskriminant eləyir 1 minus 8, yəni mənfi eləyir. Bu deməli, həmişə müsbətdir. X kvadrat minus 16 böyüdür 0 olmalıdır. Bu da x bərabərdir plus minus 4-dür, böyüdür. Deməli, funksiyanın təyin oblasına daxil olmayan. Daxil olmayan nə deməkdir? Bu mənfi olmalıdır. Kiçik bərabərdir 0. Bu da nə eləyəcək? Bu da eləyəcək mənfi 4 ilə müsbət 4 arası eləyəcək mənfi 4 və müsbət 4. Deyir, ən böyüsü 4 eləyəcək. Ən kiçiyi də mənfi 4. Bunların cəmi nə eləyəcək? 0. Burada da mənfi 3 ilə 3 eləyəcək. Funksiyanın təyin oblasına daxil olmayan ən böyük tam qiyməti ilə ən kiçik tam qiymətlərin fərqi. Bizdə burada fərqi edir də, düzdür? X kvadratı minus 9 nədir? Daha doğrusu böyüdür, bərabərdir 0. Çünki bu diskriminantı nə edir? Diskriminant bərabərdir 1 minus 8 edir, yəni mənfi. Bu həmişə müsbətdir. Bu nə olmalıdır? Böyüdür, bərabərdir 0 olmalıdır. Təyin oblasında ödənməsi üçün. İndi ödənməməsi üçün nə olmalıdır? X kvadrat minus 9 kiçikdir 0-dan. Bu mənfi 3 ilə 3 olur, arası. Nə edir? Mənfi 2 və 2 edir. Bu da çıxanda nə edir? Ən böyüsü 2-dir, ən kiçiyi də mənfi 2-dir. Çıxanda edir 4. Baxaq 95-ci suala. Funksiyanın təyin oblasının mənfi sonsuz müsbət sonsuzlu olması üçün A-nın mənfi sonsuz müsbət sonsuzlu olması üçün bu nə olmalıdır? Deməli, A-nın mümkün tam qiymətləri cəmi tapın. Diskriminantı 0-dan kiçik olmalıdır. Burada indi x kvadratıdır da, düzdür? X kvadratı plus. Bu həmişə müsbətdir. Burada başqa dəyişən yoxdur. Ona görə də bu ifadə nə olmalıdır? 4a minus a kvadratı plus 12 böyüdür bərabərdir 0. Mənfiyə vursu a kvadratı minus 4a minus 12 kiçikdir bərabərdir 0. Köklər nə edir? 6 və mənfi 2 edir. Kiçikdir olanda arası olur. Mənfi 2 6 arası olur. Mənfi 2-dən 2-yə kimi neytrallaşır. Yəni 0-a çevrilir. Olur 3, 4, 5, 6. Bu da eləyəcək nə? 18. Burada əgər x olsaydı, diskriminantı uyğun həll eləyəcək. Amma x yoxdur deyə ehtiyac qalmırdı. Bu da 0-dan böyük bərabər olmalıdır, eyni qayda ilə. 97-ci sual. Funksiyanın təyin oblasından götürmüş x-lər üçün ifadəsinin qiymətini tapın. İndi 7x çıxılsın x kvadratı minus 10. Böyüdür bərabərdir 0. Mənfiyə vurur x kvadratı minus 7x plus 10 kiçikdir bərabərdir 0. Köklər 2 və 5 olur. Və kiçikdir olanda olur arası 2 və 5 arası. İndi 2-5 arasındadırsa əgər x-ımız, bu ifadə nə olacaq? Mənfi eləyəcək. Yerin dəyişəcək 5 minus x olacaq. Üstə gəlsin. Bu ifadə müsbət eləyəcək. Yazdım olduğu kimi 2,1 üstəgəl 2x. İndi bu ifadə nə edəcək? Müsbət edəcək. Olduğu kimi çıxacaq. Çıx x, mənfi edəcək. Plus 2. Mənfi x, mənfi x. Mənfi 2x elir, müsbət 2x ilə gedir. 2,1, bu da 2. Nə qədər eləyir? 4,1. Üstünə də 5 gələn nə eləyəcək? 9,1. 98 eyni qayda iləndir. Baxaq. 99-a. Funksiyasının qiymətlər çoxuna daxil olan ən kiçik tam ədədi tapın. Ümumiyyətlə bunun n-sı tapılacaq. N bərabərdir mənfi d bölünsün 4a. O da kök altına salınacaq. Buna uyğun həll eləmişik əvvəlki misallarda. Baxaq 100-ə. Funksiyasının qrafiki vermişdir. Tənliyin neçə müxtəlif həqiqi kökü var. Deməli, funksiyanın 0-a bərabər olduğu hissə bizdən bunu istəyir. İndi diqqət edirək. Burada funksiya nə zaman 0-a bərabər olub? Funksiyanın, daha doğrusu burada mənfi 3-lə 2-də bərabər olub. Deməli, 2 minus 5x kvadratı bərabər olmalıdır mənfi 3-ə. Mənfi 5x kvadratı bərabərdir mənfi 5-ə. X kvadratı bərabərdir 1-ə. Bu deyilir x bərabərdir plus minus 1. İndi burada 2 dənə kök yarandı.
Digər tərəfdən 2 minus 5x kvadrat bərabərdir 2-yə, mənfi 5x kvadratı 2-ləri atırıq bərabərdir 0-a, x kvadrat bərabərdir 0, x də bərabərdir 0. Burada da bir dənə kök oldu. Burada 2 dənə kök oldu. x1, x2, bu da x3 deyək. Olacaq 3 dənə müxtəlif kökündə. 101 eyni qayda iləndir. Baxaq, deməli, 102 bayaq dediyim 99 ilə eyni qayda iləndir. N-sı tapılacaq. Baxaq 103-ə. J 5-idir. J 5-i tapmaqdan ötürü 2x minus 3 bərabər olmalıdır 5-ə. 2x bərabər olur 8-ə, x bərabərdir 4-ə. Demək, x-in yerinə 4 qoyacaq. Olacaq 3 vur 4, eləyəcək 12. 1 də çıxanda nə eləyəcək? 11. Deməli, J 5 elədi 11. 11 qoyanda da burada yerinə, deməli, x-in yerinə nə qoyacam? 11 qoyacam. Yəni, 3x çıx 1 bərabər olmalıdır 11-ə. 3x bərabərdir 12, x də bərabərdir 4-ə. X-in yerinə 4 qoyacaq. Olacaq 2 vur 4, üstəgəl 7. Bu da eləyəcək nə? 8 üstəgəl 7, yəni ki, 15. Olacaq cavabımız 15. Maraqlı sual idi. 104 eyni qayda iləndir. Baxaq 105-ci suala. Deyir, mənfi 6, 7 aralığında təyin olunmuş fx funksiyası üçün x-in neçə tam qiymətində fx böl x sıfırdan böyük bərabərsliyi doğru olar. Yəni ki, bu o zaman olur ki, fx müsbət olanda, x də müsbət olanda doğru olacaq. Amma fx biri müsbət, biri mənfi olanda olmayacaq. İndi burada diqqət etdirək. Fx müsbət olsun. Bura müsbətdir də fx, düzdür? X-lar nədir? Mənfidir. Müsbəti mənfiyə böləndə nə olacaq? Mənfi olacaq. Bu ödənməyəcək. Sonra mənfi 2-dən 5-ə kimi, mənfi 2-dən 0-a kimi burada nədir? X-lar mənfidir, fx də mənfidir. Onda hər ikisi mənfi olanda nə olacaq? Müsbət olacaq nisbət. Onda ödənir nə? Mənfi 2-dən x-imiz indi mənfi 2 olanda fx 0 olur. Mənfi 2-ni alacaq. Mənfi 2-dən 0 alma almayacaq. Niyə görə? Məxrəc 0 olar deyə. Və 0-dan 5-ə kimi baxar. 0-dan 5-ə kimi x-lar müsbətdir, amma fx mənfidir. Ona görə bu da olmayacaq. Hər ikisi ya müsbət olmalıdır, ya da hər ikisi mənfi. 5-dən 7-yə kimi x-lar müsbətdir, fx də müsbət olacaq. 5-i də qoya biləcəyik, 7-nə də 5-dən 7-yə kimi. İndi bizə deyir ki, x-in neçə tam qiymətini, neçə dənə deyir? Mənfi 2, mənfi 1, 5, 6, 7. Bu olacaq neçə dənə? Olacaq. Burada onu da nəzərə alaq ki, böyüdür 0-dır. Yəni, fx 0-a bərabər olmaz. Ona görə burada mənfi 2-dir, 5-dir, 7-dir. Bunları siləcək. Ona diqqət etdirmək lazımdır. Mənfi 2-dir, 5-dir, 7-dir. Bunlar götürülməyəcək. Mənfi bizdə dəqiqə olacaq mənfi 1. F7-də C olmayıb, 0 olmayıb. F7 götürüləcək. Çünki baxın, burada 7-də 0 olmayıb. Y 0 olmasın. 5-də amma 0 olub. Mənfi 2-də 0 olub. Mənfi 6-da 0 olub. Mənfi 1 olacaq 6, 1 də 7. Bu olacaq 3 dənə qiymətində. Baxaq 106-cı suala. Deyək ki, uyğunluğu müəyyən edin. Bunun deməli DF-i 0-dır. 0 müsbət sonsuzluq, yəni C variantı. DF-i 3 olan, yəni sadəcə 3 olan 3-cüyə aiddir. Yəni bu ya 3-dən kiçik bərabər olmalıdır, ya da böyük bərabər. Sadəcə 3 ödənir. B getdi. Ən böyük qiyməti 5-dir. Burası 0 olanda ən böyük qiymət 5 olur. Bəli. Bu A variantı getdi. Ən kiçik qiyməti 3-dür. Burası 0 olanda 3 eləyir. Bəli. Bu da uyğun gəlir D. 1 müsbət sonsuzluqdur. Bu da elə ikinciyə aiddir. Çünki bura 1-dən, yəni 0-dan böyük bərabər olmalıdır. Ona görə də 1-ə uyğun gələcək C, D və 2-ə uyğun gələcək A-nın və 3-ə də B. 107-ci suala baxaq. Təyin oblasti 2 müsbət sonsuzluq 2-ni ala bilməz. 2-ni ala bilməsi məxrəcdədir. Bu olacaq bizim D-mizə. Sonra mənfi ədədlərin kəsr üstəlik qiymətinə baxılmır və yaxud da sıfırın mənfi üstəlik qiyməti olmur. B də uyğun gələcək. B ilə D getdi.
2-dən müsbət sonsuzluğa da A uyğun gələcək, çünki 2-ni qoymaq olar. Sonra C uyğun gələcək, çünki burası 0-dan böyük bərabər götürəndə 4x çıx 8 0-dan böyük bərabər. 4x böyük bərabər 8-in, x də böyük bərabərdir 2-dən. C uyğun gələcək. Sonra deməli qalır 3-cüyə, deməli C-ni də 3-cüyə də qalır E, 0 ala bilməz, 0-dan müsbət sonsuzluğa olacaq. İndi isə sonuncu sualı izah edəcəyik. Fx bərabərdir a sinus x, yəni 108-in sonuncu sualımızda jx 2x minus 5 olduqda indi j2 2 qoyacaq yerinə, bura necə edəcək? Mənfi 1. F mənfi 1-i qoyanda a sinus mənfi 1-i nə zaman alır? A sinusdakı mənfi 1-i alacaq, mənfi pi böl 2-də. Bu da olacaq 108-in cavabı.